öz istəyimlə yazıb çıxdım. O vaxtı hamı şey deyirdi, dəlisən, nəsən, sən necə çıxırsan Azerseldən. Amma inanıb öz proyektimizə çıxdım. Sonra o proyekti batırdıq. Mən Elşad Yusifli, Kipface şirkətinin və Metafluence şirkətinin həm təsisçisiyəm. Belə tech entrepreneur deyirəm mən özümə. Daha çox proyektlərdə, startuplarda texniki tərəfləri, mühəndislik tərəfini öz üstümə götürürəm. Universiteti oxumuşam mən Ankarada, Türkiyədə. O vaxtı burada YÖS imtahanı olmurdu. Burada Türkiyəyə girmək üçün ancaq gedib Türkiyədə imtahan vermək lazım olurdu. Orada imtahan vermişəm. Ondan sonra orada Qazi Universitetinə girdim. Qazi Kompüter və Elektronikaya. Universiteti orada oxumuşam. Mən universitetdə oxuya-oxuya universitetin bilgi işləmində işləməyə başladım. Orada dərslərdə gördülər ki, mən köhnə olimpiyatçı idim. Ona görə sinifdəki uşaqlardan biraz fərqlənirdim. Xüsusilə informatika tərəfində. Ona görə mənə çağırdılar orada bilgi işləmə, universitetin bilgi işləminə. O illərdə də Qazi Universiteti digital transformasiya eləyirdi. Bütün tələbələrin sistemləri proqramlaşdırılırdı və s. sistemlərə keçilirdi. Kağızdan sistemə digital transformasiya dövründə idi. Mən o proyektlərdə iştirak elədim. Qazi Universitetinin bütün tələbələrin datalarının otuzdurulmağı, kitabxananın hamısının digitallaşdırılmağı və s. o proyektlərdə iştirak elədim. Orada da çox təcrübə qazandım. Sonradan İstanbula köçmüşəm. İstanbulda 5 ildə İstanbulda yaşamışam. Orada bir agentvada proqramist işləmişəm. İstanbulda ajansda işləyəndə onda hələ Google Analitika yox idi. Başqa bir tool var idi, Urchin adında. Bəzi firmalar onu istifadə edirdi. Biz də ona oxşar bir proqram yazmışdıq. İndi necə ki, Google Analitika ilə görürük ki, saytlarda kim hara girib, nə qədər girirlər, saytın izləyicisi nə qədərdir, hansı səhifələri gəzirlər və s. Elə bir dənə tool yazmışdıq özümüz o agentvada. Onu satırdıq firmalar, onu pullu şəkildə satırdıq. Firmalar götürürdülər onu, o kodu qoyurdular öz saytlarına və o saytın statistikasını görürdülər. Bir dənə də ona oxşar bir, indi MailChimp'ə oxşayan bir tool var idi. Bir də onu yazmışdıq, toplu mail göndərmək üçün. Onda MailChimp də yox idi. Belə bir digital agentvada digital statistika və yaxud da data analitikası eləyən belə toollar yazırdıq. Onları